Söhbətimizin mövzusu Sağlam bəy, Tanrıya gedən yollardır. Yəni sizcə Tanrıya gedən yollar neçədir? Siz bunu necə izah edə bilərsiniz? Nədir Tanrıya gedən yol? Tural bəy, əvvəlcə verilişinizin ayağı sayalı olsun, uğurlar arzulayıram və yaxşı da bir ad tapılıb, haqq yolu və elə Tanrıya getmənin məncə elə belə deyək ki, ilk addımları məhz o insanın o haqq yolundan gəlir, gedir və Tanrıya da getmənin yolları, Tanrıya çatmanın yolları belə deyək ki, mən belə izah edərdim ki, yəni fərqli yollar var. Həmin yollar İslamdan da keçir, belə deyək ki, xristianlıqdan da keçir, iudaizmdən də keçir, elə zərdüştlüyün özündən də keçir və bizim məsələn bildiyimiz məsələn inanclar var, dinlərdir, qədim inanclar var və yaxud da Brahma dinləri var, İbrahimi dinləri var və uzaq şərq dinləri var və bunların hamısının hər birini ayrı-ayrılıqda biz araşdırsaq, hər biri haqqında danışsaq və yaxud da hər bir dinin inancı nümayəndəsi ilə oturub biz söhbət eləsək və onlar biz məsələn mütləq şəkildə deyirik ki, məsələn Tanrıya getmənin yolu, Tanrıya çıxmanın yolu ən düzgünü məsələn İslamdır və hər bir dinin, hər bir inancın, hər bir hətta deyərdim ki, təriqətin nümayəndəsi belə öz təriqətinin, yəni Tanrıya, bilavasitə Tanrıya qovuşmağının yollarını göstərəcək. Mənə görə Tanrıya, məsələn, insanın getmə yolları, məsələn, çoxdur. Məsələn, tutaq ki, sufilikdə 4 qat var. Məsələn, sufilər o 4 qatın 4-ünü keçəndən sonra, ələnəndən sonra o 4 qatdan. Onlar, sufilər hesab eləyir ki, insan artıq Tanrıya çatır. Bu, çox qədim, belə deyək ki, qutsal bir deyimdir, qədim bir fikirdir, versiyadır və bununla da həyatlarını düzənləyən insanlar var. Amma mənim fikrimcə, məsələn, tutaq ki, insan heç vaxt yaşadığı dövrdən, yəni özünü anlayan vaxtından, 5 yaşından, 10 yaşından yaşayır ki, məsələn, tutaq ki, yaşamır ki, səhv eləsin. İnsan, məsələn, vahid tək Tanrıdır. Tanrının səhv ola bilməz, Tanrı təkdir. Amma insan həyatı boyu yaşam tərzində eləyə bilməz ki, bunun səhvi olsun. Bu mümkün bir şey deyil. Məsələn, xırda bir sitat gətirim. Əgər mən məsələn tutaq ki, ən uzağa siqaret çəkən bir adamamsa, sufilik baxımından deyirəm. Tutaq ki, bu məsələn mərifət qatına aiddir. Əgər mən elementar olaraq siqaret çəkməyən adamın yanında siqaret çəkirəmsə və yaxud da onun tüstüsündən qarşı tərəfi zəhərləyirəmsə və yaxud da otaqda hər hansısa bir xoşa gəlməyən bir qoxu yaradıramsa, özümdən bir məsələn neqativ nəsə bəxş eləyirəmsə, mən bu mərifət qatını məsəl üçün düzəltmək üçün mənə bir 3 il vaxt lazımdır ki, mən həm siqaret çəkməməyə tərk edim siqareti. Bu 3 ildə insan bilmir ki, indən belə 3 il yaşayacaq və yaxud da yaşamayacaq. Yəni, mən əsaslandıra bildimmi ki, məsələn, o biraz doğru deyim deyil ki, insan bu 4 qatdan keçsin. Yenə deyirəm, İslamda da, xristianlıqda da, bütün dinlərdə, bütün inanclarda Tanrıya bir yol var. Məsələn, mənim üçün Tanrıya gedən yol, mənə görə Tanrıya gedən yol, məsələn, insan birinci növbədə təvazükar olmalıdır. İkinci növbədə məsələn insan səmimi olmalıdır. Məsələn İslam inanclarından demirəm. Məsələn adi dünyəvi vətəndaş kimi, bir insan kimi məsələn əgər mənim məsələn tutaq ki, bir telefonum varsa, ehtiyacı olan birinə ikinci telefonumu bəxş eləyirəmsə, mən hardasa Tanrı qatında elə gəlir ki, öz yerimi müəyyən mənada rahatlayıram. Mən belə hesab edirəm. İstəyirəm, Sağlam bəy, sözünüzü kəsdirəm. Yəni, siz ümumiyyətlə belə baxıram, insani dəyərləri siz Tanrıya gedən yolları üçün əsas vasitə hesab edirsiniz və burada dinlərin də payı varmı sizcə? Yəni, siz xüsusən azad fikirli insansınız bu sayədə. Mən bilirəm, hətta sizin dinlərə müxtəlif tənqidi bilirsiniz, Tural bəy, dindən qabaq, məsələn, dinsiz də insan Tanrıya qovuşa bilir. İnsan, məsələn, tutaq ki, heç bir dinin rolu olmasın, insan dünyasını dəyişsin, dinlərə görə ya biri torpağa dəfn olunacaq, ya biri yandırılıb kül olunacaq, məsələn, müəyyən dinlərə görə. Yəni, bu tutaq ki, dəfn ayinləridir, dəfn mərasimləridir, məsəl üçün, dinlərə görə. Tanrı, din yox idi, amma Tanrı anlayışı var idi. Məsələn, bütpərəstlik var idi. Orada nə din var idi, nə Tanrı var idi. İnsanlar hansısa bir nəyəsə, bir əşyayasa, bir varlıq olaraq sitayiş edirdi. Amma İslam gələndə belə deyək ki,
bütlər yığışdırıldı, vahid din ətrafında insanlar birləşdi və vahid Tanrıya tapındı. Amma mən belə deyərdim ki, bu məsələni tutaq ki, ərəb coğrafiyasında bunlar baş verdi. Amma bundan qabaq, məsələn, ərəb coğrafiyasından da qabaq, ərəb belə deyək ki, mifologiyasından da qabaq türk mifologiyası var idi. Böyük türklər var idi məsələn. O türklər məsələn İslam yox idi, din yox idi, amma İslam insanların türk qövmünün bir varlığı var idi. Bir qatı var idi, o da türk qatı idi. İnsanlar dinsiz belə Tanrını qəbul edirdilər. Və bu tərəfdə isə məsələn tutaq ki, ondan neçə tutaq ki, il sonra, əsr sonra məsələn İslam gələndə orada siz də söyləyin ki, dində var idi, Tanrı da var idi. Üstəlik büt də var idi. Üçlük bir fikir yaranmışdı. Və ona görə mən belə hesab edirəm ki, dinin məsələn bu gün müəyyən mənada axsamaları, bax o vahid fikrin olmaması idi ki, məsələn bütpərəstlik də var idi, məsəl üçün tək tanrılıq da var. Tək tanrılıq düzdür, yox idi. Din də var idi. Mən hesab edirəm ki, Tural bəy, din olmasa belə insan Tanrıya Tanrı ilə belə deyək ki, bir vəhdət yarada bilir, rabitə yarada bilir. Mən hesab edirəm ki, din sadəcə olaraq müəyyən mənada yaşam tərzini deməz bir vasitədir. Mənim fikrimcə. Aydındır, Sağolan bəy. Məsələn, sizin araşdırmalarınızda müəyyən mənada dini tənqidi fikirlərlə də deməli qarşılaşmışam. Və təbii ki, mən bunu obyektiv qarşılayıram. Ancaq mən bunu sizə belə bir sual vermək istəyirəm ki, siz bunu öz düşüncənizə görə dində gördüyünüz belə qüsur hesab etdiyiniz şeylərə görədirmi, yoxsa belə deyək, din əhlində gördüyünüz qüsurlara görədirmi? Çünki belə bir nümunə də verə bilərik ki, məsələn, Mirzə Fətəli Axundov belə deyək ki, dində qüsur tapmışdı və dini bir möhümat hesab edərək ümumiyyətlə bir mənalı şəkildə dinləri puç və əfsanə sayırdı və dinləri də tənqid edirdi. Bununla bahəm din əhli. Din xadimləri də ayağa qalxırdı. Biz bunu Mirzə Rəhbər Sabirdə məsələn deyə bilmərik. Mirzə Rəhbər Sabir İslam dininə etiqad edən Seyyid Əzim Şirvaniyə biz bunu deyə bilmərik. Onlar dini qəbul edirdilər, sadəcə din əhlinin xurafi tərəflərini. Bəzi işbazları qəbul eləmirlər. Bəli, indi sizdə bu necədir? Siz ümumiyyətlə dinləri mi tənqid edirsiniz, onların ümumiyyətlə mənfi tərəflərini ya? İndi belə bir fikir deyim mən sizə, düzdür. Suala cavab verməzlər, amma mən də öz jurnalist belə deyək ki, peşə borcumdan istifadə edib, məsələn sizə belə bir sual vermək istəyirəm ki, Allah hardadır? Məsələn, yekdilliklə deyərik ki, Allah göydədir. Buna aid məsələ üçün tutaq ki, dualar da var, surələr də var. Amma elm bunu axı sübut eləmir. Yəni ki, Allahın bir varlığı olaraq göydə olunmalı. İndi məsələn, mən gözümü açandan və yaxud da mənim yaşlılarım, biz hamımız, məsələn, tutaq ki, Allahın göydə olduğunu, Allahın bizə qəzəbləndiyini, hətta qəzəblənə biləcəyini və hətta müəyyən mənada el arasında belə bir deyim var ki, Allah vursun. Bəli, qarışlarda da var belə. Və yaxud da Allah filan kəsi öldürsün. Əgər mən o qarğışlarından, o el dilindən və yaxud da mollaların, belə deyək ki, yəni qara güruh mollaların şəriət belə baxımından, əgər elə bir doğrudan da Allah əgər elə ədalətsizdirsə də, əgər məsələn tutaq ki, vurandır, dağıdandır, talayandısa da, mən təbii ki, bu halda nə Allahı qəbul edirəm, nə həmin o, belə söyləyək ki, o dini qəbul edir. Mən özüm üçün vahid sistemi olaraq, mən bilirəm ki, küllü kainatın, bax bu gecənin, belə deyək ki, bu studiyanın, ümumiyyətlə, nə varsa, bəşəriyyətdə nə varsa, ulduzların, ulduzlar arası məsafənin, planetlərin, nə varsa, onun hamısının sahibi Tanrıdır. Yəni, o Tanrıya tapınmaq, o Tanrını tapmaq, yəni, bayaqki suala qayıtmaq olmasın, vasitəsizdir, yəni, heç bir var. Qaldı ki, məsələn, təbii ki, mən bu boyda inancların içində, bu boyda təriqətlərin içində, bu boyda inancların içində, məsələn, mən çaşbaş qalıram. Məsələn, ən birinci, məsələn, kitab, 4 bildiyimiz kitab var. Müqəddəs kitabdır ki, Tövratdır, İncildir, Zaburdur, məsəl üçün, axırıncı Quran-Kərim. Məsələn, bizim hərdən elə dostlarımız, elə belə deyək ki, gənc həmyaşıdlarımız olur. Məsələn, belə təqdim edir ki, Quran göydən göndərildi. Axı, bu sadəcə olaraq bir rəvayətdir. Axı, göydən hələ yerə kitab göndərilməyib. Bu vəh şəklində ola bilər. Hansısa bir Allahın seçilmiş bir bəndəsinə gəlib, o seçilmiş bəndəsi də onu hafizəsində, yaddaşında saxlayıb və onu belə deyək ki, zaman-zaman və yaxud da hissəsi onu qələmə köçürdü və yaxud da hansısa bir dəriyə köçürdü. Amma axı,
Bunun özü axı biraz dinin axı bu rəvayətdə axı göydən kitab yerə Aydın, göndərilir. yəni belə kitab formasında yerə enməsi. Axı o qəbul biraz edilir. rəvayətdir, Bəli, məsələn tutaq ki. Və yaxud da başqa məsələn bir misal gətirə bilərəm ki, məsələn tutaq ki, məsəl üçün tutaq ki, müəyyən məsələn tutaq ki, dağ yarıldı, nə oldu? Bu Xurafi fikirlər məsələn tutaq ki, məsələn hərdən tutaq ki, mən rast gəlirəm saytlarda yazırlar ki, məsələn Həzrət Əli qılıncınla məsələn qılıncını çəkdi, tutaq ki, dağ oynadı, yer oynadı. Məsələn mən həmin məsələn şeyləri tutaq ki, rəvayətləri mən 5 yaşlı uşağa danışa bilmirəm ki, məsələn Babək bir qılıncından 9 baş kəsdi və yaxud da bir qılıncından məsələn bir böyük bir qoşunun qarşısını aldı. Axı bunu uşağa inandırmaq olmur axı. Məsələn bir 5 yaşlı uşağı nağılla aldatmaq olmur. Və belə deyək ki, bu fəlsəfə ilə bu tutaq ki, mən deyərdim ki, məsələn mən tutaq ki, o cür rəvayətlərə sözün düzünü deyim. Məsələn mən biraz qarşı çıxıram. Bax bu tip və bundan başqa bir çox elə deyim ki, nüanslar var ki, məni istər-istəməz müəyyən mənada uzaqlaşdırır. Məsələn yalan olmaz, israfçılıq olmaz dini baxımından. Məsələn tutaq ki, valideyn haqqı var dini baxımından. Bir çox haqlar var. Məsələn səhv eləmirəmsə 7 haqq var. O 7 haqqı tanımayan insan məsələn məni məsəl üçün tutaq ki, bazarda ya tərəzidə alladır, ya hər hansısa bir keyfiyyətsiz malı keyfiyyətli mal adı ilə satıb alladır. İndi siz təsəvvür edin, həmin insan da İslam dininin daşıyıcısıdır, mən də. Həmin insan məni aldadır və buradan 5 rükət namaz qılır və imkanı var təbii ki, ticarətçidir və yaxud da ticarət deyil, yaxşı maaş işləyən bir adamdır. Və bu boyda günahın qarşısında bu adam bunun arxasında günahların yumaq üçün pərdə arxası ibadət eləyir, yeri gələndə müqəddəs torpaqlara da gedir. Amma mən məsələn insan aldatmıram məsəl üçün və yaxud da siz xəyanət eləmirsiniz, yalan danışmırsınız, belə deyək ki, israfçılıqla məşğul olmursunuz, valideyn haqlarını tapdalamırsınız. Siz də belə deyək ki, o vicdan kodeksindən baxaq da, o vicdan kodeksinə belə deyək ki, yiyələnən bir insansınız. O halda siz bəzilərinin gözündə kafir olursunuz. Niyə? Axı təkcə ibadət, axı oruç tutmaqla, namaz qılmaqla deyil axı. Adicə məsələn dində də səhv eləmirəmsə var ki, qonşun ac ikən sən tox olmamalısan. Və yaxud da ki, qapının cırıltısı belə ibadəti poza bilir. Yəni bu tip bir çox məsələn nüanslar var ki, sözün düzü məni müəyyən mənada məni uzaqlaşdırır və günü-gündən də uzaqlaşdırır. Aydındır. Hardasa insanlıq belə deyək ki, İslamdan öncədir. İslamdan əvvəl belə insan sözünün mənası da ünsiyyət sözündəndir. Çox doğru vurguladınız. Deməli, Sağlam bəy, həyatda, dünyada, bugün dünya yaranandan bilirik ki, müxtəlif zümrə insanlar var, müxtəlif qəbildə, müxtəlif inancda, məsələn, din əhli, ruhanilər, din xadimləri, incəsənət xadimləri, mədəniyyət xadimləri, ədəbiyyat deməli adamları. Sizcə, Tanrıya daha yaxın olan bu zümrələrin içində hansılardır? Məsələn, din əhlidirmi, ədəbiyyat adamlarıdırmı? Siz bunu... O belə bir fikir oxumuşdum, bilmirəm, o harda rast gəlmişdim. Səhv eləmirəmsə deyir ki, dinə görə yazıçılar, şairlər, rəssamlar o dünyada cəzalandırılacaqlar ki, məsələn, Tanrının çəkə bilmədiyi obrazları insan çəkib, amma ona ruh verə bilməyib. Səhv eləmirəmsə belə bir fikir var. Rəssamlar haqqında. Və yaxud da həmin fikir şairlərə, yazıçılara da rast gəlinir ki, sən obraz yaratmısan, amma ona ruh verə bilməmisən. Əslində, məsələn, mən onun günah olduğunu, günah olmadığını və yaxud da Tanrının qəzəbinə tuş gəlir, tuş gəlmədiyi haqqında mən bir real fikir bildirə bilmirəm. Çünki mən, məsələn, ixtisasca jurnalistəm. Mən gördüyüm nə isə bir haqqında məlumat və yaxud da o dünyanın məhsul olmağı və yaxud da məlum olmağı o barədə fikrim yoxdur. Əgər o dünyanın məlum olmağı olsaydı, mən elə fikirləşirdim ki, Tanrının, belə deyək ki, bütövlüyündən xəbər verməzdi. Tanrının ən böyük vahidliyi, bütövlüyü ondan ibarətdir ki, mənə görə. Məhz bizə bir sir olaraq, bir qaranlıq olaraq bir hissə saxlayıb. Məhz o da ki, məsəl üçün, qeyd etdiyim kimi, o dünyanın olmaq. İndi o Tanrıya yaxın olmağın yolları, şairlərdir, yazılardır, yenə deyirəm, adi, məsələn, biz haşiyə çıxaq söhbətimizdən qırağa. Məsəl üçün, hər kəsin, tutaq ki, evində bişirilən yemək özünə görə çox gözəldir, çox dadlıdır. Məsələn, şairlər öz
belə deyək ki, dünya görüşlərində Tanrıya daha yaxın insanlardır. Çünki şeir bunlara belə deyək ki, bir buta verilmə kimi verilir, fitri istedad kimi verilir və yaxud da həmin istedad rəssama. Niyə məsələn tutaq ki, şair şeir yaza bilir, amma o yazdığı şeiri obraz olaraq rəsmlərdə cıza bilmir. Deməli, o istedad ona rəssam kimi verilmir. Və yaxud da ki, şair şeir yazır, amma məsələn tutaq ki, nəsr yaza bilmir. Və yaxud da ki, roman yaza bilmir, məhz onu yazısı yazır. Hər bir insan ayrı-ayrılıqda özü hesab edir ki, ən xüsusda yaradıcı insan ki, mən Tanrıya daha yaxınam və o Tanrıya daha yaxın olmağımın müqabilində Tanrı mənə məsələn yazdırır və yaxud da çəkdirir. Yəni, elə bir insan mən tanıya bilmərəm ki, hətta Tanrını inkar edən ateisti belə, inanın onlar çətinliyə düşəndə də belə Allah'a çağırırlar. Təbii. Mən məsələn o cür hallarda görmüşəm. Lap çətinliyə düşəndə belə Allahın adı məsələn insanların dilindədir. Yenə deyirəm, hər bir insanın ayrı-ayrılıqda Tanrıya baxmaq və Tanrını təsəvvür eləmək belə deyək ki, bir haqqı var, bir yolu var. Çox sağ olun. Bildiyim qədər Sağlam bəy, siz yəni xalqımızın folklorunu, milli, mənəvi dəyərlərini də kifayət qədər müəyyən mənada araşdırmış yəni jurnalistlərdən birisiniz. Ona görə sizə belə bir sualla müraciət etmək istəyirəm. Elimizin dilində belə vergi verilmək, buta verilmək, belə məqamlar var. Xüsusən bu folklorumuzda daha nəzərə çarpan dərəcədə, məsələn, aşıqlara, aşıq yaradıcılığında, şairlərə, məsələn, yuxuda verilmək, nəsə bu cür məfhumlar işlənir. Bu varmı həqiqətdə? Bu vergi, məsələn, tutaq ki, aşıq yaradıcılığında, aşıq dastanlarında butalamaqdır. Məsələn, belə qeyd olunur, buta verildi. Filan dastanda filan kəsə buta verildi və doğrudan da o çin olub. Elə uzağa getməyək. Siz yaradıcı adamsınız, sizin çəkilişdən qabaq yuxuda gördüyünüz bir yaxın dostunuzu yuxuda görürsünüz və səhv eləmirəm, sonra həmin adamla da görüşmüsünüz. Elə həmin bu verilişi də daha doğrusu etiraf eləyək. Elə fakt üzümüz söhbət elədik bu barədə. Elə bugünkü mənzərəni bu hal-hazırda mən yuxuda məsələn təsvir eləmisiniz. İndi məsələn bunu siz normal insan belə deyək ki, beyninin məhsulu kimi siz hansı cür, yəni necə öz-özünüzdə təsvir eləyirsiniz? Buna buta mı deyə bilərsiniz? Buna vergiliyəmmi deyə bilərsiniz? Yəni siz buna hansı aspektdən yanaşsanız, özünüzü yəni düzgün təhlil eləyərsiniz. Məsələn, buta verilmək olub, belə bir hadisələr çox olub. Ümumiyyətlə, xüsusən də dastanlarımızda. Və bugünkü gündə o buta verilmək elə bilin ki, biraz bazar, belə deyək ki, sisteminə gəlib çıxıb, bu olub vergi vermək. Bu vergi verməkdən də artıq yenə deyirəm, bunu gətiriblər bazar iqtisadiyyatına döndəriblər. Bu vergi verməyin qarşısında insanlar artıq bundan başlayırlar pul qazanmağa. Əvvəla onu Allah insana verəndə onu vermir ki, sən insanların məsəl üçün taleyi haqqında öncə görmələrə xəbər ver. Bu əslində ən böyük günahlardan biridir dini baxımdan. Və bundan da istifadə üçün də mənə elə gəlir ki, Allah Taala bunu da çox yaxşı qarşılamır. Yəni vergi ilə buta verilməyin arasında mən elə hiss eləyirəm ki, böyük bir fərqlər yoxdur. Və o butalanmaqda da belədir. Məsələn, filan kəsə buta verilib, yuxuda buta verilir ki, bu şəhərdən, bu məmləkətdə bunun bəxtinə bu qız yazılır. Və həmin, belə deyək ki, aşıq, həmin el şairi də, belə deyək ki, o yuxusunun və butasının hesabına yolu əlinə alır, uzun bir yola doğru gedir və doğrudan da gedir, belə deyək ki, aşiq məşuqə qovuşur. Bunlar olub, hər birimiz bilirik onu, siz məndən də gözəl bilirsiniz, yəni o yolların, o qatların hansı var, hansı yoxdur. İndi yenə deyirəm, dəqiq, məsələn, bunların hamısını biz oxuduğumuz nələrdə də, araşdırmalarda görmüşük. Mənə elə gəlir ki, hər halda bunu da inkar eləmək olmaz. Çünki o buta verilmək məsələsində din faktoru yoxdur, mənə görə. Bu birbaşa insanla Tanrının, Allahın arasında. Yəni, bilavasitə Allahla, bəli, əlbəttə, orada din orada rol oynamır. O vergi, məsələn, və yaxud da tutaq da buta verilmə, məsələn, tutaq ki, başqa dinin nümayəndəsinə də buta verilə bilər. Və yaxud da başqa dinin nümayəndəsi o demək deyil ki, bu kafirdir, Allah buna. Xeyr, Allah bütün insanları, bütün dinlərə ayırdığı insanların hamısının, belə deyək ki, vahid lideri Allahdır. Yəni, mən hesab edirəm ki, orada din yoxdur, din faktoru yoxdur. Aydın.
Təşəkkür edirəm, sağ olun bəy. Çox sağ olun. Mən də təşəkkür edirəm Tural bəy. Var olun. Uğurlar arzulayıram sizə də bütün işlərinizdə və yenə deyirəm, burada səsləndirdiklərim mənim belə deyək ki, müəllif öz şəxsi fikirlərimdir. Yəni buna görə mən məsuliyyəti özüm belə deyək ki, daşıyıram. Necə özüm daşıyıram? Yəni bu mənim tutaq ki, Tanrıya da baxışım budur, dinə baxışım da budur və yaxud da başqa belə deyək ki, başqa baxışlarım da budur. Yəni buna görə mən necə deyim, ola bilər ki, qınanmaq haqqında ola bilər və yaxud da o da mənim doğal haqqımdır. Yəni hər kəsin öz şəxsi fikri olduğu üçün bu da mənim şəxsi fikrim. Və sonda təşəkkürümü bildirirəm ki, bu gün belə deyək ki, sizin kameraların qarşısında və sizin kimi dəyərli bir ziyalımızın belə deyək ki, suallarına yarı doğru, yarı qeyri-ciddi cavab verdim. Təşəkkürümü bildirirəm. Çox sağ olun. Var olun, təşəkkür edirəm.